Ayın 10-dakı milli komandanın Fransa ilə maçı yenə Azərbaycan ictimaiyyətini və azarkeşləri bir-birinə qamsaq elədi. Oyundan sonra hərə öz topunu, tüfəngini götürüb atıldı meydana. Bəziləri oynanılan oyundan məşqçini, bəziləri futbolçuları, bəziləri Affanı ta üzüm masajistə qədər tənqid etdilər. Amma soruşan da olmadı ki, ay qardaş, qabağımızdakı rəqib kimdir? Rəqibin heyətində kimlər var? Bizim heyətdə kimlər oynayır, kimlər oynamır? Gəlin mən sizə ayıq başla izah edim, siz də kanala abunə olun. Azərbaycan millisi 2026 Dünya Çempionatının seçmə mərhələsinə Santuşla İslandiya oyunu ilə başladı. Başlayan kimi də vurub bizi aşırtdılar. Reykjavik'də yediğimiz 5 gol Santuşu haqlı olaraq işindən elədi. Ondan sonra AFFA rəhbəri Santuşu qovub yerinə yerli baş məşqçi Ayxan Abbasova şans verdi. O da hələ ki bizə görə bu şansdan maksimum istifadə edir. Ukrayna ilə Bakıdakı oyundan bir xal qoparanda çoxları Ukrayna özü oynamadı, bizə xal verdi, onlara müharibədə kömək etmişdik, kontorlar pul qazansın deyə belə oldu kimi cəfəng fikirlər səsləndirdilər. Elə həmin insanlardır ki, indi də deyir ki, Fransa özü vurmadı. Fransa özü vurmadı nə deməkdir? Mbappe çıxıb deməmişdi ki, 3 gol vurub rekord qıracam. Fransa özü vurmadı deməklə Bəhlulun o kritik müdaxilələrini, tərinin son damlasına qədər meydanda can qoymasını heçə saymış olursunuz. Xaybullayev bugün çıxıb yarım müdafiədə Rabiota, Turama, Olizeyə göz açmağa imkan vermirsə, buna görə Fransa vurmur. Yoxsa istəmədiyindən deyil. Fransa istəsəydi 10 gol vurardı. Vurardı da, niyə vurmadı? Mən deyim, bu komanda qoymadı. Bacardığının artığını etdi. Fransa bizim dişimizə görə komanda deyil. 10-0 uduzduğumuz oyunda belə 32 dəqiqə artıq hesab 3-0 idi. Bu bir inkişaftır demirəm. Amma ən azından 45 dəqiqə nəyəsə ümid edə bildik. Bir də bu stadionda Fransanın üstünlüklə uda biləcək çox az komanda var, bəlkə də yoxdur. Əlbət siz də haqlısınız. Hamımız istərik ki, Fransaya kəllə atacaq, onları Parc des Princes-də məğlub edə biləcək komandamız olsun. Ancaq hələlik olanımız budur. O günlər də bir gün gələcək. Gəlin biraz da oyuncuları qiymətləndirək. Qapı və müdafiə əla idi. Oyunun ən yaxşısı Bəhlul Mustafazadə Qarabağdakı oyunun bir 10 qatında Parisdə göstərdi. Onu artıq top 5 liqada görmək istərik. Elvin fransız azarkeşlərlə bir də görüşə bilərik mesajı verdi. Onun Lilə keçidi ehtimal olunur. Və Xaybullayev. Dünən stadionda ayaq basmadığı yer yox idi. Bu oğlanın əziyyətini necə dana bilərik? Gündüz Abbaszadə demişkən bu oyuncunu gördükcə Santuşa sual vermək istəyirəm ki, necə olur bu Xaybullayevi milliyə çağırmırdın? Xaybullayev təmiz Azərbaycanlı deyil, düzdür. Amma milliləşəcəksə beləsi olsun. Tərinin son damlasına qədər meydanda can qoyan, formanın haqqını verən biri. Hücumda bərbad edik, xüsusilə də Mahir Emreli. Oyun praktikasının azlığı özünü göstərdi. Həm də ki Mahirdən Saliba, Upamecano və Hernandezdən yayınıb qol vurmasını gözləmək sadəcə sadəlövlük olar. Növbəti oyunumuz Ukraynaya qarşıdır. Oyun Polşada keçiriləcək. O oyundan alacağımız xal və ya xallar bizə yeni ümidlər qurmağa imkan verə bilər. Uğurlar milli komandamıza.